Salam əziz şagirdlər, bugün sizlərə 2026-cı il 12 iyul tarixində keçirilmiş, blok imtahanında istifadə olunmuş çox maraqlı və düşündürücü bir sualın ən sadə izahını təqdim edirəm. Sualımızda bizdən soruşulur. İkili say sistemində verilmiş 224 rəqəmli ədəd 16 say sistemində neçə rəqəmli ədədə bərabər olar? Gəlin məsələyə çox sadə bir məntiqlə yanaşaq. Biz bilirik ki, 16 say sisteminin hər bir rəqəmi ikili say sistemində məhz 4 rəqəmlə, yəni 4 bitlə ifadə olunur. Çünki 16 2-nin üstü 4-ə bərabərdir. Bu o deməkdir ki, biz ikilik say sistemindəki hər hansı bir ədədi 16 say sisteminə keçirmək üçün onun rəqəmlərini sondan başlayaraq dördlük qruplara ayırmalıyıq. Yəni, deməli ikilikdəki rəqəmlərin ümumi sayını sadəcə 4-ə bölsək, 16 say sistemində həmin ədədin neçə rəqəmli olacağını asanlıqla tapa bilərik. Bizə verilən ikilik ədədin rəqəmlərinin sayı 224-dür. İndi isə bu sayı 4-ə bölək. Riyazi olaraq 4 rəqəmini biz necə yaza bilərik? Əlbəttə ki, 2/2 şəklində. O zaman bölmə əməlimiz də belə olar. 2/24 bölünsün 2/2. Riyaziyyatdan bildiyimiz qaydaya əsasən əsaslar eyni olduqda bölmə zamanı üstlər çıxılır. Yəni 2/24 2 çıxırıq və yerdə 2/22 qalır. Cavabımız olacaq D variantı.